Mehmanın uğru mətnindən baxaq. Demək, tünd qara hərflərlə verilən sözün fərqli mənada işləndiyi cümləni deyir. Mətndə axsamaq sözü var. Orada məcazi mənadadır. Bizə həqiqi lazımdır. O da yıxılandan sonra insan həqiqətən axsayır. Doğru cavabımız olacaq C variantı. Sonra altından xətt çəkin. Başqasının üstünlüyünü, yaxşı cəhətlərini görüb özünü həsrət çəkməyə biz nə deyirik? Qibtə deyirik. Mətnin əsas hissəsində deyil, uşaqların doluşması birinci abzasdadır. Ona görə də doğru cavab B olacaq. Mətnə əsasən yanlış fikirdir. Lovğa insan deyildir. Bu səhvdir. Deməli, C variantı olacaq. Kursivlə insan təbiətində o deyirik, mən görəndə elə bir daş vurmaq istəyirəm. Paxıllıqdır da bu, yəni bəlkə də səhv bir dənə də baxın ora, kursivlə verilən. Deyir ki, zalımın oğlunun baxtı var, baxtı. Deyə bir başqası partladı, bax, əsəbləşdi yəqin. Hamı onu sevir, məni görəndə elə bil deyir, beləmişəm. Paxıllıq olar da, başqa nə ola bilər ki? Mətndə nöqtələrin yerinə hərə bir fikir deyir, hərə bir fikir bildirir demək olardı. Baxın, bir dəqiqə odumu. Bax, hərə bir cür danışır, bir fikir deyirdi, bir fikir bildirirdi. Belə yazmaq olar və yaxud deyirdi yazmaq olar. Həm adi, həm çoxaltma dərəcəsi yoxdur. Yamyaşıl çoxaltmadır. Adi dərəcədə də deyib bacarıqlı. Burada var. Qapqara çoxaltmadır. Qırmızı adidir. Demək, burada da var. Burla qalxır. Ağappaq çoxaltmadır. Təzə qar. Burada var. Adidir. Ağac başında tüklü yumaq, bir üzü ağ, biri sarımtıraq. Bu azaltmadır. Bizə nə istəyirdi? Azaltma yox, çoxaltma istəyirdi. Ona görə bu səhvdir. Doğru cavabımız oldu. D variantı. Qulaq asmağın sinonimi yenə qulaq asmaq olmalıdır. Frazoloji birləşmə olmalıdır. Xoşu gəlməyin də sinonimi, antonim, ümumiyyətcə, antonimin frazoloji birləşməyincə frazoloji olmalı. Can vermək bunların mənasıdır. Frazoloji deyil. Dilotu yemək can boğaza qoyub da, dil boğaza qoymamaq, əksi də ağzına su alıb oturmaq və ya su almaq olacaq. Deyir, müəyyən yiyəlik hal yoxdur deyir. Deyir ki, yiyəlikdir, ın şəkilçisi. Bir xalqa dağ çəkdi, bir şair oğlu. Burada var. Yorğunluq nə şeytan ya da kəhli yumurtası, gəzdim yuvada. Kəhliyin yumurtasını axtarır. Kamalın tövfəsi, eşqin bəhrəsi, alovda bəlkə odla yaşayır. Bu müəyyəndir. Demək, doğru cavab C olacaq. Zavad tüstüləri də qeyri-müəyyəndir. 10-cu sual. Lətafətli sözünün fonetik təhlili necə olacaq? Lətafətli. Uzanma fərq sayılmır. Uzun vardır. Səs təfərqlənir. Doğrudur. Ahəng qanuna tabedir. Yox, tabe deyil. Doğru cavab D-dir. Qarşılıq da bulardır. T-dır. Biz tələffüzə baxırdıq. Yanlış. Bacaya səs hərfləri fərqlənər. Bilirsiniz necə olacaq? Bacaya. Bu olur bacıya. Mənafi mənsubiyyətə görərkən S olur. Onun mənafisi yox, onun mənafeyi olur. Deməli, bu səhvdir. Beyinin yərik haldadır. Bəli. Çünki mənsubiyyət olsa düşərdi. Ağdamdan N olmalıdır. Doğrudur. 12 neçənci hissəsində qeyri-müəyyən təsirlik var. Qaranlıq əriyib günəş doğanda, dərədə zülməti işıq boğanda. Çiyələk toplayıb, çiyələyi toplayıb deməkdir. Bu da üçüncüdədir. Mücərrət isim gözlə görünmür. Bunu yuxuda görürük. Bu göz deyil ki. Gözü yumulu görürük. Sonra bir-biri ilə münasibətdə nədir? Gənc, qoca əksdir. Buna deyirik biz antonim. N var deyir. N hərfi. Hambıl, hambal, kömbə cavab olacaq nə? Sümbül. Bu da belə yazılır.
Şagirdlərimizdəndir. Lər cəmdir. Imız mənsubiyyətdir. Bu haldır. Bu da şəxs və yaxud xəbərli. CMHX. CMHX. Doğru cavabımız 16. Dünya sözü həqiqi mənada. Baxaq, dünyanın bir çox ölkələrində gənc əlində sıxaq kimi bir dünyası dəyişdi məcazi mənadadır. Siyasət dünyası məcazidir. Dünya töküldü, cəmaət gəldi demək istəyir. Deməli, doğru cavab nədir? A variantı. Məktəb, məktəblilərdən. Elə buymuş. Boyamaq sözün köküdür. Boyaq, boyaqçı, boyaqçılıq. Yan, yandır, yandırılmaq. Meydan, çadakılar. Deməli, cavab oldu nə? A variantı. 19-a bir dənə baxaq. Mənsubiyyət şəkisi qəbul etmiş isimləri tap deyir. Mənim diləyim budur ki, hər gecə isimdir, düzdürmü? Sənin qələmindən inci tökülsün. Cavabımız nə oldu? Diləyim, bir də qələmin. Qələmin. Düzmü dedim? Bəli. Bir də mətndə oxuyum. Bir müddət suallara baxaq. Birinci məcazilik. Nə istəyir burada? Neyse, oxuyum ən yaxşısı. Bir müddət oxuyum. Ən yaxşısı videonu saxlayım, oxuyum mən. Deməli, bir-iki dəfə oxudum. Əməli, biraz qarışıq kimi gəldi. Mətndə yanlış fikir, müstəqil dövlət deyildi, düzdür. Sadəcə ingilislərini. Əhalinin həyat səviyyəsi pisdir demək olmaz. Burada baxın, deyir, çox yüksəkdir. Su təmizə, dəniz suyu, yağış suyu var idi orada. Bütün təriflərlə verilmiş söz burada müstəmləkədir. Düzdürmü? Müstəmləkə. Müstəmləkə də imperialist dövlətdir. Yəni, itirirsən də hər şeyini o mənadadır. Çərçivədə verilmiş sözün qarşılığı. Burada yaranmaqdır. Yaranmaq amma nə mənadadır? Əmələ gələn, yəqin ki, əmələ gəlmək mənasındadır. Əmələ gələn də, baxaq. Psixoloji məcəllərin əmələ gəlmişdir. Doğru cavabımız onda olacaq 2. Yəqin ki, başqasında yoxdur. Ümid eləyirəm. B variantı. Sonra xüsusi vergi nəticəsidir. Xüsusi vergi burada var idi. Bir dəqiqə. Vergi sistemi qəbul etmişdir. Bu da ən cəlbedici, nə bilim, xidmət xüsusi güzəşt. Bir dəqiqə görək var burada. Xüsusi güzəşt sözündən niyə tapmaq olurdu? Bu da B variantı. Bermuda adalarında yumşaq və iqlimin formalaşmasında yumşaq və rütubətli iqlim. Bu yadımdan çıxıb artıq. Yumşaq və rütubətli iqlim. Haradaydı burada? Bir dəqiqə. Oradaydı. Yumşaq formalaşmış. İsti Qolfstrim cərəyanı. A variantı. Altından xətt çəkmə məcazilik yoxdur. Həmin altından xətt çəkilmək. Yəni, qaradərili qurlar. Nə yox idi? Unutdum.
Birində məcazilik yoxdur. Neçə dənə var ki? Bir dəqiqə. İmkan verir, səs verir. Elə 3 dənə. İmkanı vermək olmaz, səsə aparıb vermək olmaz. Nə olacaq da? Qara dərili qullar. Həqiqətən dərisi qaradır. Yazaq qara dərili qullar. Belə. Bunu da bitirdik. Sağ olun.